Psixoz insanın reallıqla əlaqəsini qismən və ya tam itirdiyi bir psixi vəziyyətdir. Yəni insan gerçək olanla olmayanı ayıra bilmir, düşüncə, qavrama və davranışları pozulur. Normal halda beynimiz xarici dünyadan gələn məlumatı emal edir, məntiqli düşüncə yaradır və düzgün reaksiya verir. Psixozda isə bu sistem pozulur, reallıq təhrif olunur. Bəs psixoz özünü necə büruzə bilir? Başlıcası halüsinasiyalardır. Reallıqda heç bir stimul olmadığı halda insanın olmayan şeyləri qavramasıdır. Məsələn, kimsə ona adını çağırır və ya əmrlər verir, otaqda olmayan insanı və ya heyvanı görür, bədənində hansısa nələrinsə gəzdiyini söyləyir və ya burnuna hər hansı bir pis qoxu, üfunət qoxusu gəldiyini deyir. İllüziyalar reallıqda var olan bir obyektin səhv və ya təhrif olunmuş şəkildə qavranılmasıdır. Məsələn, qaranlıqda paltar asılmış bir əşyanın insan kimi görmək, həmçinin maşın səsini insan səsi kimi, heyvan səsi kimi qavramaq. Sayıqlamalar isə reallığa uyğun olmayan, amma pasientlər üçün tam həqiqət olan inanclardır. Məsələn, məni izləyirlər, mən seçilmiş insanam, mən peyğəmbərəm, məni zəhərləyirlər və s. Düşüncələri olur. Həmçinin məntiqsiz danışıq, fikirdə sıçrayışlar, əlaqəsiz mövzulardan danışmaq, qeyri-adi, məqsədsiz və ya sosial cəhətdən uyğunsuz hərəkətlər, emosiyaların qeyri-adekvat olması, məsələn, ağlamalı şeyə gülmək, gülməli şeyə ağlamaq və s. kimi davranışlar da psixozun əlamətləridir. Dediyimiz kimi, psixoz bir diaqnoz yox, simptomlar kompleksidir. Yəni, bir çox xəstəliklərdə görülə bilər. Xüsusən də şizofreniya, şizoaffektiv pozuntuda, bipolyar pozuntuda, ağır depressiyalarda, psixotik epizodlarla gedən depressiyalarda, üzvü beyin xəstəliklərində, ensefalit, epilepsiya, demensiyalarda və s. kimi hallarda